Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, eləcə də Muxtar Respublikada fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Əvvəlcə Sahibkarlar Konfederasiyasının 2025-ci ilin yekunlarına dair hesabatını əks etdirən videoçarx nümayiş olunub. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov dövlət rəsmiləri və sahibkarlarla keçirilən görüşün dövlət özəl tərəfdaşlığının ən bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 2026-cı ildən etibarən 10 il müddətində Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər tətbiq olunacaq. Bu təşviqlər öz müsbət nəticəsini verəcək. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvanda sahibkarlığın inkişafının, istehsal həcminin artırılmasının, ixrac imkanlarının genişləndirilməsinin və müasir texnologiyalara əsaslanan istehsal modellərinin tətbiqinin vacibliyini diqqətə çatdırıb. Həmçinin sahibkarlara dövlətin təqdim etdiyi təşviq mexanizmlərindən səmərəli şəkildə faydalanmağın əhəmiyyəti diqqətə çatdırılıb. O da qeyd edilib ki, nazirlik bundan sonra da öz səlahiyyətləri daxilində sahibkarlara dəstək göstərməyə davam edəcək. Tədbirdə Konfederasiyanın Muxtar Respublikanın rayonları üzrə nümayəndələri təqdim olunub. Sahibkarları maraqlandıran suallar aidiyyəti üzrə dövlət orqanlarının rəhbərləri tərəfindən cavablandırılıb. Tədbir konsert proqramı ilə davam edib. Xosrov İbrahimov, xanım Rüstəmzadə, Cəmil Məhərrəmov, NTV Xəbər.